Mingəçevir şəhər Heydər Əliyev mərkəzində səyyah fotoqraf Azərbaycan Fotoqrafları Birliyinin İdarə Heyətinin üzvü Əli Əkbərin Təbiətin Səssiz Musiqisi adlı fərdi fotosərgisi baş tutub. Sərgi təbiətin dərinliklərində gizlənən səssiz ritmləri, xırda detallardakı böyük sükutu və hər kadrda yaşanan duyğuları unikal bədii yanaşma ilə özündə əks etdirib. Tədbir çərçivəsində müxtəlif ölkələrdə çəkilən və vəhşi təbiətin qəlbini, təbiətin incə harmoniyasını göstərən təxminən 50-yə yaxın foto nümayiş olunub. Bugün Mingəçevir tamaşaçılarına təqdim etdiyimiz bu foto şəkillər Əli Əkbərin demək olar ki, bir səyyah fotoqraf kimi dünyanı gəzib dolaşdığı ölkələr gördüklərini kiçik bir hissəsini bizə göstərə bilib və bu sərgi ilə biz bu ilki belə bir əlamətdar tarixləri qeyd edirik. Bu dünya fotoqrafiyasının yarandığının bu il 200 illiyi tamam olur və Azərbaycanda fotoqrafiyanın ilk çəkildiyi gündən 165 il keçir. Və biz bu illəri keçirdiyimiz bu tədbirləri fotoqrafiyanın 200 illiyinə və Azərbaycan fotoqrafiyasının 165 ilinə həsr edirik və çalışdığımız odur ki, fotoqrafiya sənəti öz sözünü Azərbaycanda deməyə və insanlara çatdırmağı bacarsın. Hər bir kadrda təbiətin öz ritmini, nəfəs alan dağları, sükutda qorunan gölləri, günəş şüalarının yarpaqlarda yaratdığı təbii ahəngi hiss etmək mümkün idi. Bu vizual təbiət musiqisi insanı düşüncəyə və daxili dincliyə yönəldir desək, yanılmarıq. Biz hansısa bir qəbiləyə getməmişdən öncə, təbii ki, qəbilə başçısı ilə mütləq bir bələdçi olmalıdır. Yəni, o qəbilədən olan insanla əvvəlcədən danışırsan, onunla beraber gedirsən, o qəbilə başçısından icazə alır, müəyyən ödənişlər də ola bilər edilsin və onun müqabilində sənə icazə verirlər ki, daxil olasan qəbilənin yaşamını ilə, onların mədəniyyəti ilə, adət-ənənəsi ilə tanış olasan. Yəni, gedirdim yolla, qarşıma qəbilə çıxdı, mən də getdim ora baxmağa, elə bir şey olmur. Artıq bölgələrdə də istəyirik, Bakıda olub, istəyirik bölgələrdə də düşünək, bir planlayaq, görək, harada təşkil eləmək olar. Əli Əkbərin təqdim etdiyi əsərlər fotoqrafiyanı yalnız təsvir deyil, həm də hiss və düşüncə dili kimi göstərir. 2025-ci il zəfər ilə olduğu üçün 17 sərgimiz oldu, səyyah sərgimiz. Onların bir çoxu Qarabağ zonasında oldu və bir neçəsi də digər bölgələrdə işıqlandırdıq. Məhz zəfərlə bağlı orada 1-ci Qarabağ müharibəsi fotoları var idi, 2-ci Qarabağ müharibəsi və paradla bağlı fotolar var idi ki, hansı ki Azərbaycan Fotoqraflar Birliyinin fotograflarının məhz işləri idi. Bu Arif Əli Əkbərin sərgisi ikinci dəfədir ki, biz ilk dəfə keçən bu günü Bakıda keçirmişdik və qərarı aldıq ki, bunu səyyah sərgi kimi məhz Mingəçevir şəhərində keçirək. Bundan sonra da və digər şəhərlərdə ümid edirəm ki, bu sərgi işıq üzü görəcək. Mingəçevir Dövlət Universitetinin tələbə və müəllim heyəti də tədbirdə fəal iştirak ediblər. Universitet nümayəndələri sərgini ziyarət edərək ekspozisiya ilə yaxından tanış olub, fotoşəkillər üzərindən təbiətin qorunması, ekoloji məsuliyyət və vizual sənətin maarifləndirici gücü barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, gənclərin bu cür mədəni platformalarda iştirakı sərginin auditoriyasını genişləndirir və sənət təhsil əlaqəsinin canlı nümunəsinə çevrilir. Elgiz Mahmudov, Şaban Cəfərov, Mingəçevir.